Çox sağ olun, hörmətli xanım sədr. Bu həftə Bakı Türk Dövlətləri Təşkilatı xətti ilə son dərəcə əhəmiyyətli bir tədbirə, təşkilatın üzv ölkələrinin media və informasiya sahəsi üzrə yüksək vəzifəli şəxslərin görüşünə ev sahibliyi etdim. Və cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, media platforması çərçivəsində bu cür görüşlər həyata keçirilən işlərin miqyasını və çoxşaxəli xarakteri nümayiş etdirir. Bu əməkdaşlıq bizim informasiya təhlükəsizliyimiz və haqlı mövqeyimizin beynəlxalq arenada düzgün çatdırılması üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu əməkdaşlığın güclənməsi fonunda biz dünya erməni lobbisinin və revanşist dairələrinin Qarabağ mövzusu ətrafında yeni anti-Azərbaycan kampaniyasının başladığını görürük və çox təəssüf ki, rəsmi İrəvan da bu təbliğata açıq dəstək verir. Onların 8 avqustda ABŞ prezidentin qarşısında verdiyi vədləri unudurlar. Çünki Ermənistan rəsmiləri ABŞ rəsmiləri ilə keçirilən istənilən görüşdə Bakıda milli qanunvericiliyə uyğun formada mühakimə olunan şəxslərin məsələsinə qaldırırlar. Və təəssüflə qeyd etməliyik ki, Azərbaycan-ABŞ münasibətlərinin ciddi irəliləyiş əldə olunduğu bir vaxtda ABŞ qanunvericilərinin bir qismi yalnız gərginliyə xidmət edən addımlar atır. Son günlərdə ABŞ Senatında Ed Markey və Sheldon Whitehouse başda olmaqla demokratların lideri Chuck Schumer və 27 senatorun imzaladığı məktub diqqətimizi çəkdi. Bu məktubda Azərbaycan rəsmilərinə qarşı qlobal Magnitski sanksiyaların tətbiqi, bütün dırnaqarası erməni hərbi əsirlərin və separatçı liderlərin azad edilməsi, habelə Bakıdakı məhkəmə proseslərinə beynəlxalq müşahidəçilərin cəlb edilməsi məsələləri tələb edilir. Bu davranış Bob Mendes, Adam Schiff, Frank Pallon, Pelosi kimi korrupsioner siyasətçilərinin anti-Azərbaycan kursunun davamıdır və yalnız iflasa məhkumdur. Həmin müraciətdə 120 min erməninin Qarabağda güya məcburi köçürülməsi iddiası ilə çıxış edərək dırnaqarası etnik təmizləmə çağırışları səsləndirilir. Fakt ondan ibarətdir ki, ermənilərin Qarabağdan çıxışı beynəlxalq hüquq normalarına uyğun, humanitar dəhliz vasitəsilə təmin edilmiş və könüllü xarakter daşımışdır. Bununla bağlı təkzib olunmaz video faktlar və sübutlar mövcuddur. Əksinə, Qərbi Azərbaycanlıların deportasiyası etnik təmizləmə xarakteri daşımışdır. Onlar unudurlar ki, ermənilərin Qarabağa köçürülməsi də, oradan könüllü köçü də separatizm və beynəlxalq hüququn pozulması zəminində yaranmış münaqişə kontekstinə formalaşmışdır. Ona görə də ermənilərin qayıdış hüququ ilə bağlı iddiaları beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə ziddir. Bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü, yalnız suverenliyi çərçivəsində, yəni milli qanunvericilik əsasında mümkündür və ayrıca beynəlxalq hüquqi status daşımır. Ümumilikdə bu cür iddialar ABŞ parlamentarilərinin müəyyən mərkəzlərdən mesaj aldığını göstərir və Bakıya qarşı